Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün piroq resepti ilə sizin qarşınızdayım. Evdə almanız varsa bu resepti mütləq sınamağınızı tövsiyə edirəm. Elə isə keçək hazırlanma qaydasına. İlk olaraq 3 yumurtanın üzərinə 1 stəkan şəkər tozunu və 1 paket vanili əlavə edib bunu yaxşıca qarışdırıram. Ardından üzərinə ümumilikdə 260 qram olan yağ və tortasını əlavə edirəm. Üzərinə 4 stəkan unu, 1 paket qabartmanı əlavə edib ilk öncə qaşıqla, sonra isə xəmiri əlimlə yoğururam. Baxın, ən sonda bu cür xəmir alınmalıdır. Xəmirin 1/4 hissəsini götürüb soyuducuda bərkiyənə qədər gözlədirəm. Soba sinisini yağlayana qədər qalan xəmirin də üzərini bu cür paketlə örtürəm. Sonra xəmiri bura yerləşdirib sobanın hər tərəfinə gələcək şəkildə yaymağa başlayıram. Bunun üzərinə rəndelənmiş alma əlavə edirik. Mən 3 ədəd almadan istifadə etdim. Almanı rəndeləyəndən həmən sonra xəmirin üzərinə əlavə etmirik. Videoda göstərdiyim kimi ilk öncə 3 yemək qaşığı şəkər tozu əlavə edib qarışdırıram. Və artıq xəmirin üzərinə əlavə edə bilərik. Almanın üzərindən də soyuducuda gözlətmiş olduğum bərkimiş xəmiri rəndələyirəm. Soyuducuda gözlədib bərkitdiyimiz zaman xəmiri rəndələmək daha rahat olur. Baxın, hazırlanma qaydası göründüyü kimi çox sadədir, amma dadı həm ləzzətli, həm də görüntüsü möhtəşəmdir.
Piroqu bişməsi üçün əvvəlcədən isitmiş olduğum 180 dərəcəli sobaya göndərirəm. Beləliklə piroqun hazır halını da sizlərə burada göstərirəm. Və siz əgər videomu faydalı hesab etdinizsə, bəyənməyi, həm də şərhlərdə fikirlərinizi mənimlə paylaşmağı unutmayın. İçinin tam necə olduğunu görə biləsiniz deyə burada kəsib sizə göstərmək istədim. Gördüyünüz kimi tam bişib, könül rahatlığı ilə hazırlaya biləcəyiniz bir reseptdir. Yeni reseptlərdən xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik. Hələlik.